Hər vaxtınız xeyir olsun, əziz və dəyərli şagirdlərim. Bugün təbiət mövzusunun 6-cı sinifi üzrə saf maddələr və qarışıq hallar haqqında öyrənəcəyik. Elə bizim bu fəaliyyət bölməmizdə qeyd olunan şəkil üzərindən gəlin dərsimizi bir qədər gedişatını izləyək. Gördüyünüz kimi bir kokteyl qabının içərisində və yaxud da bir şirə qabının içərisində su, onun içərisində hər hansısa bir meyvənin tozu və yaxud da hər hansısa bir meyvə şirəsi, təbii ki, onun da içərisində şəkər və onun tərkibini təşkil edən vitamin komplekslərindən ibarət bir içəcək düşünək. Bu, tərkibində bir neçə elementləri, bir neçə qarışıqları özündə əks etdirən bir ləzzətli bir içkidir. Aha, biz buradan nəyi müəyyən etmiş olduq? Artıq burada bir qarışığın yarandığını bildik. Demək, bunun tərkibində hər hansısa bir qarışıqlar varsa, əlavə qatqılar varsa, bu artıq qarışıq sayılır. Artıq bu saf maddə sayılmır. İndi öyrənəcəyik saf maddə nədir, qarışıqlar niyə görə bu cür bölgülərə ayrılır. İlk öncə bölmədə öyrənəcəklərimizi baxaq. Qarışıq 2 və daha çox saf maddədən əmələ gəlir. Aha. Xromatoqrafiya üsulu ilə maddənin saf və ya qarışıq olduğu müəyyən olunur. Xromatoqrafiya üsulu qarışıqların ayrılması üçün istifadə olunan bir üsuldur. Hansı ki, buna rəngləmə üsulu da demək olar. Maddələrin həll olması temperatur və digər amildən asılıdır. Yəni, istənilən bir qarışığı həll etmək üçün ya temperaturu artırmalıyıq, ya onu azaltmalıyıq və s. kimi və yaxud da orada işığın təsirindən asılıdır və yaxud da həmin qarışığın tərkibini təşkil edən elementlərin miqdarının azlığından və yaxud da çoxluğundan asılıdır deyə bilərik. Qarışıqların homogen və heterogen növləri var. Nədir homogen? Homogen eyni cinslidir. Yəni, spirt və su homogendir. Yəni, biz burada heç bir dəyişiklik görmürük. Eləcə də şəkər tozu və yaxud da su və yaxud da duzla su qarışığı. Heterogen isə, məsəl üçün, qumla suyun qarışığı, qum tozu ilə təbaşir tozunun qarışığı və yaxud da yağla suyun qarışığı, baxın, bu heterogen adlanır. Elementlər bildiyimiz kimi atom və molekullardan əmələ gəlir. Saf maddələri element və birləşmələr əmələ gətirir. Su, məişət, sənaye və kənd təsərrüfatı üçün çox əhəmiyyətlidir. Eyni zamanda ən gözəl həll edicidir. İndi isə qarışıqlar mövzusuna diqqət yetirək. Burada bizdə müxtəlif növ atomlardan və molekullardan ibarət bir 4 element göstərilmişdir. Birincidə göstərib ki, daha doğrusu bənövşəyə rənglə daha böyük göstərilmiş atomlardır. Digəri isə bir qədər ondan kiçik göstərilmiş molekul atomlardır. Digərində isə 2 eyni, bir böyük ölçüdə olan atomdan təşkil olunmuşdur. Üçüncüdə isə xırda eyni sayda atomdan təşkil olunmuşdur. Dördüncüdə isə həm atomdan da, həm də molekuldan təşkil olunmuşdur. Yəni, bir sözlə desək, burada üçüncü maddəmiz saf maddədir. Yəni ki, biz burada yalnız bir qarışıq görürük. Dördüncü maddəmiz isə saf maddə yox, artıq qarışıq maddə sayılır. Niyə? Çünki onun tərkibində müxtəlif növ qarışıqlar vardır. Gəlin belə bir fəaliyyət bölməsində olan təcrübəmizi əyani də olmasa bir qiyabi şəkildə təsəvvürümüzdə yaradaq. Bunun üçün bizə lazımdır qara rəngli bir flomaster və yaxud da marker deyirik biz ona. Süzgəc kağızı, yəni filtr kağızı deyə bilərik. Stəkan, karandaş və su. Biz stəkanın demək içərisinə su əlavə edəcəyik. Amma necə? Süzgəc kağızının əvvəlcə uzunluğunu stəkanın hündürlüyündən az olmamaq şərti ilə, yəni biz stəkanın dibinə suyu əlavə edirik. Həmin o süzgəc kağızını stəkanın dibinə enməyəcək qədər, bir qədər dibindən yuxarıya doğru istiqamətlənmiş formada salırıq. Və eyni zamanda biz ora karandaş olmasın, marker fərqi yoxdur. Bu şəkildə yerləşdiririk. Gördüyünüz, baxın, bu formada bir görüntü yaratmış oluruq. Və sonra
Aha, bir qədər problem yarandı ekran kaydında. Yenidən davam edirik. Və stakana bir qədər su tökdük və karandaş vasitəsilə süzgəc kağızını azca bir miqdarda suya salacaq qədər istiqamətləndirmiş oluruq. Və stakanda olduğu şəkildə saxlayırıq. Bir müddət gözləyirik və süzgəc kağızını sudan çıxardırıq. Süzgəc kağızının üzərində hansı rəngləri müşahidə etdiniz deyə bir sual verir. Biz düşünəkmi ki, həmin bu demək süzgəc kağızının üzərində bir nöqtə qeyd etmişik və həmin bu nöqtəli olan hissəni suya qədər endirmişik. Bir müddət qaldı və nə müşahidə etdik? Görəcəyik ki, uşaqlar, həmin o flomasterla ya yaxud da markerlə qeyd etdiyimiz nöqtə suyun içərisinə düşdüyü hissəsi yayılmış formadadır. Yəni orada artıq həm suya da rəngi difuziya etmişdir və həmçinin də orada nöqtə artıq yayılmış formada olmuşdur. Demək, burada biz müəyyənləşdirdik ki, artıq burada bir qarışıq maddə əmələ gəldi. Yəni gözlə görünəcək ölçüdə, gözlə görünəcək fərqdə gördüyümüz qarışıqlar heterogen qarışıqlar adlandıra bilərik. Və yaxud da məişətdə su ilə stakanda bir qədər su və şəkər tozunu qarışdırsaq tam olaraq, yenə də biz orada yalnız su görəcəyik. Düşünməyəcək, biz bunu içməsək, burada olan şəkər tozunun miqdarını və yaxud da dadını bilməyəcəyik. Baxaq, qarışıqlar demək nə əmələ gətirdi? 2 və daha çox saf maddənin bir-birinə qarışaraq qarışıqlara əmələ gətirdi. Məsəl üçün, bizim qəbul etdiyimiz havanın tərkibini gəlin yazaq. Oksigen, karbon qazı, biz bunu ağciyər tənəffüs sisteminin öyrənəndə keçmişdik. Azot və digər təsirsiz su buxarları və s. Oksigenin miqdarı demişdik nə qədər idi? Bəli, 21%-dir. Bəs karbon qazının miqdarı nə qədərdir? Afərin, 0,4%. Azotun miqdarı isə 78%-dir. Yəni bunun miqdarı nə nəfəs alanda, nə nəfəs verəndə dəyişmir. Aha, bu bizim oldu havamızın tərkibi və yaxud da geri dönüş edirik, indi isə suyun tərkibinə baxırıq. Suyun tərkibində isə uşaqlar, məsələn, gəlin götürək qazlı su. Qazlı suyun tərkibində həm nə var? Bəli, karbon qazı var və su var. Və yaxud da içdiyimiz rəngli qazlı sulardan içərisində hər hansısa bir aromatik karbohidrogenlər var, aromatizatorlar var və s. göstərə bilərik. Baxın, bunlar hər biri artıq qarışıq adlanmış oldu. Demək, bizi əhatə edən mühitdə, gəlin lap götürün neftimizi. Neftin tərkibində müxtəlif növ qarışıqlar var. Təbii qazın yazılışını yazın, maraqlı olsun deyə sizə. Təbii qazın formulu CH4-dür. Bu adlanır metan. Başqa bir adla desək, başqa qaz qarışığı desək, məsəl üçün soyuducularda və yaxud da başqa nə deyək? Ən yaxşı soyuducu deyək ki, bizim məişədə gördüklərimiz daha unikal variantdır. Onların arxasına doldurulan qaz, bax budur, propan qazıdır. CH3H8-dir. Yəni, mən siz sadəcə olaraq bir maraqlı məlumat olsun deyə qeyd edirəm. Biz bunları bilməli deyilsiniz. Sadəcə olaraq maraq dairənizi genişləndirmək məqsədində mən sizlər bunu deyirəm ki, bunlar hər biri qarışıqlar adlanırlar. Yazıları silək. Aha. Oksigen və su saf maddədir. Gəlin baxaq, çünki onlar eyni növ molekuldan təşkil olunmuşdur. Aha, biz nə öyrəndik uşaqlar? Əgər bir qarışığın tərkibində eyni növ molekullar varsa, bu saf maddədir. Yox, burada müxtəlif növ molekulları artıq görmüş oluruqsa, bu qarışıq adlanır. Oksigen gördüyünüz kimi təklikdə təkdir, yəni ki, saf maddədir. Su da təklikdə təkdir. Amma bunların qarışığı isə artıq belə bir oksigenli su əmələ gətirir. Bu isə müxtəlif növ molekullardan təşkil olunur. Qarışıqların tərkibində müxtəlif növ maddələrin olmasını xromatoqrafiya üsuluna müəyyənləşdirə bilərik.
Gördüyünüz kimi biz burada xromatografiya üsulunu baxın burada artıq əks etdirdik. Yəni belələ burada kağızın bir qədər suya endirməklə orada qeyd olunan markerlə rənglənmiş hissə rəngini dəyişmiş oldu. Və yaxud da suya difuziya etdi deyə bilərik. Baxın elə burada həmin bu hissədə elə bu prosesin mahiyyətini göstərmiş olur. Bilirsinizmi bölməsinə diqqət yetirsək, deyir ki, zəhərli qazlarla çirklənmiş havada tənəffüs etmək üçün xüsusi qaz maskalarından istifadə edilir. Bu maskalarda olan kömür havanın tərkibindəki zəhərli qazları udaraq havadan ayırır. Nəticədə tənəffüs yolundan ötürülən havada zəhərli qaz olmur. Baxın, bu nə deməkdir uşaqlar? Gördünüz, bax bu əleyh qazlar, hansı ki bunun bu göstərilən bax bu hissələrində kömür yerləşdirilir. Kömür karbonun allotropik şəkil dəyişməsidir. Yəni normalda bizim istifadə etdiyimiz hər hansısa bir manqal qalayanda istifadə etdiyimiz kömür karbonun şəkil dəyişməsidir. Və yaxud da karandaşın ucu karbon şəkil dəyişməsi olan qrafitdir. Daşqaş olaraq tanıdığımız almaz karbon şəkil dəyişməsi olaraqdır. Deməli, bu karbonu yerləşdirirlər, bax bu gördüyümüz hissəyə və orada sanki bir filtr rolunu oynayır. Havadakı zəhərli və zərərli maddələri absorpsiya edir. Nə edir? Absorpsiya. Absorpsiya, yəni onu bir növ əhatəyə alıb zərərsizləşdirmək deməkdir. Burada həmin bu xromatografiya üsulunu gəlin bir daha nəzərimizdən yetirək. A hissəsində göstərilən şəkildə görürsünüz ki, bir rəngli göstərilmişdir, yəni bir nöqtə qoyulmuşdur. Sonra bu artıq suyun içərisinə yavaş-yavaş yeridilir. C variantında isə su yavaş-yavaş həmin bu süzgəc kağızına xromatografiya, yəni difuziya edərək yuxarıya doğru istiqamətlənir. Və bu zaman həmin nöqtələr rəngini bir növ dəyişmiş kimi görünür. Çünki suyun tərkibində olan həmin o molekullar həmin o rəngi dəyişməyə təsir göstərir. Eyni zamanda fikir versənizsə, suyun burada miqdarı azdır. Getdikcə burada suyun miqdarı yuxarıya qalxmağa doğru başlayır. Çünki bunu kağız özünə tərəf, həmin o süzgəc kağızı bir növ özünə çəkir. Rəngləyicilər isə gördüyünüz kimi süzgəc kağızın yuxarısına doğru istiqamətlənir və suyun da rəngini dəyişilə bilər. Eyni zamanda kağızın da rəngləri dəyişir. İndi isə gəlin öyrəndiklərinizi tətbiq edin çalışmasına baxaq. Mən sizə burada öyrəndiklərinizi yoxlayın, 1-2-ni evə verirəm. Özünüz evdə işləyəcəksiniz. Eynən izah etdiklərim əsasəndir. Öyrəndiklərinizi tətbiq edin çalışmasına baxırıq. Hansı model iki müxtəlif maddənin qarışığını əks etdirir? Diqqət yetirsəz görəcəksiniz ki, burada iki müxtəlif maddə deyirsə, yəni burada artıq heterogen qarışıqdan söhbət gedir. Düzdürmü? Təyin edin, baxaq. Bir 10 saniyə vaxt verim. Özünüz təyin edin. Bəli. Gəlin indi sizin cavablarınızı analiz edək. A-da göstərilənə baxırsınızmı ki, bu da müxtəlif növ molekuldur, bu da. Bunlar ikisi demək olar ki, müxtəlif növ molekullardır. Amma ayrı-ayrı şəkildədir. İndi bunların qarışığını biz necə görə bilərik? Bəli, biz qarışığı burada artıq necə görürük? Müxtəlif növ molekullar artıq burada işə düşüb. Qırmızı ilə göstərilən var burada, çəhrayı deməyək biz buna, narıncı rəng göstərilən var, boz rəng göstərilən var və burada D-də isə eyni zamanda hər ikisi də müxtəlif növ qarışığın olduğunu göstərir. Deməli, diqqət yetirsək, C və D iki müxtəlif maddənin qarışıq olduğunu göstərir. Sual verə bilərsiniz, bəs niyə biz burada A ilə B-ni götürmürük? Çünki bunlar sadəcə olaraq bir-birlərini birləşərək
homogen qarışıq əmələ gətirilini göstərir. Başqa burada hər hansısa bir qeyri-adi bir molekulu görə bilmərik. Necə buradaydısa, eynən burada da öz əksini tapdı. Gördüyünüz kimi ağ rəngli molekullar burada boz rəngli molekullarla əvəz olundu. Yəni burada suda həll olundu. Amma suda həll olmayaraq görüntünü dəyişənlər, müxtəlif növ molekular əmələ gətirənlərsə iki müxtəlif bir maddə yaratmış oldu. Digərinə baxaq. Süzgəc kağızının üzərinə maddədən bir damcı əlavə olunmuş və kağızın aşağı hissəsi suya salındıqda müxtəlif rənglər müşahidə edilməmişdir. Rənglərin əmələ gəlməməsinin səbəbi nədir? Deməkdir ki, bu süzgəc kağızın üzərinə, yəni bu kağızın üzərinə maddədən bir damcı əlavə olunmuş və kağızın aşağı hissəsi suya salındıqda müxtəlif rəng müşahidə edilməmişdir. Bu deməkdir ki, yəni burada süzgəcdə əgər ayrılan maddələr süzgəc kağızında ayrı-ayrı rənglər kimi görünürsə, bu maddələrin sürətlə, yəni hansı maddənin sürətlə udulduğunu göstərir. Əgər burada hər hansısa bir rəng müxtəlifliyi, rəng dəyişikliyi əmələ gəlməyibsə, demək həmin bu süzgəc kağızı salındığı maddədən hopdura bilməyib. Yəni rahatlıqla desək, uda bilmədiyinə görə orada rəng dəyişimi yaranmamışdır. Bu qədər uşaqlar mövzumuzu ümid edirəm anladınız. Yenə də anlamadınızsa bir mövzuya, bir videomuza 1, 2, 3, 4 ta ki bunu dərk edənə qədər baxmağınızı məsləhət görərəm. Sağ olun uşaqlar. Gələn dərsimizdə inşallah yeni izahlarımızla görüşərik.